İmam Hüseyn əleyhissalamı təsvir etmək. Mənim təsəvvürümdə olan İmam Hüseyn əleyhissalam eşq mərkəzidir mənim üçün. İmam Hüseyn əleyhissalamı eşqin mərkəzində görürəm və o elə bir eşqdir ki, əvvəl insanı özünə aşiq edir, sonra da şəhid edir. O Allahın bizim üçün göndərdiyi nurdur. Biz imamlardan hədislərdə də görürük ki, onlar buyururlar, şiələrimiz bizim torpağımızdan, torpağımızın qalıqlarından yoğrulublar. Yəni belə görürük ki, biz imamların və əhl-i beytin canındanıq, onlardan hesab olunuruq. Yəni şiə əhl-i beytdən hesab olunur. Sanki bu eşqi biz yaranmamışdan qabaq, biz yaranan vaxtı bizim belə deyək, yaranma xəmrimizdə yoğrulub İmam Hüseyn əleyhissalamın eşqi. O məhəbbəti şiənin qəlbində sanki Allah Taala özü qərar verib. Və biz heç bir imamı tanımadığımız bir halda ki, məsələn, uşaqlıq dövrlərinə getdikdə görürük ki, heç bir imamı tanımadığımız zaman İmam Hüseynin adı gələndə artıq İmam Hüseyni tanıyırıq. Çünki İmam Hüseynin rozələrinə valideynlərimiz vasitəsilə getmişik. İmam Hüseynin eşqini eşitmişik, adını eşitmişik. Yəni Allahı belə deyək İmam Hüseyn əleyhissalamın vasitəsilə tanımışıq. İmam Hüseyn əleyhissalamın eşqi həqiqətən də Allahın bizə böyük bir lütfüdür. Mən deyə bilmərəm ki, İmam Hüseynin aşiqiyəm. Mən sadəcə deyə bilərəm ki, İmam Hüseyni sevirəm. Çünki aşiq odur ki, sevdiyinə, yəni məşuquna təslim olsun. O təslimiyyət də məndə nə qədər var, yox, onu deyə bilmərəm. Amma sadəcə deyə bilərəm ki, İmam Hüseyn əleyhissalamı həqiqətən çox sevirəm. Əslində, imamların sevgisini qazanmaq çətin deyil. Nə üçün çətin deyil? Çünki onlar həqiqətən çox mehribandırlar. Xüsusilə də İmam Hüseyn əleyhissalam. Biz hətta İmam Hüseyn əleyhissalamın onun qarşısında dayanan düşmən qoşunundan necə can yandırdığını görürük. Çünki imamlar və peyğəmbərlər insanlara əgər həqiqətən sevməsəydilər, onlara o məqam verilməzdi. İmam Hüseyn əleyhissalam bizi çox sevir əslində və ona görə bizə xatir bizim Allaha doğru irəliləməyimiz üçün bu fədakarlıqları edib. Və İmam Hüseyn əleyhissalamın sevgisini özümüzdə saxlamaq üçün onların əmrlərini yerinə yetirməliyik. Həm öz zəmanəmizin imamının bizə buyurduqlarını yerinə yetirməliyik, həm İmam Hüseyn əleyhissalamın o məktəbi ki var, onu dərk eləməliyik. Əgər onların yolunu, onlara layiqli bir şəkildə gedə bilsək, həqiqətən onların sevgisini əlimizdə saxlayarıq, diqqətini əlimizdə saxlayarıq. Amma mən nə etmişəm İmam Hüseyn əleyhissalamın sevgisini qazanmaq üçün? Əgər özümə qalsa, əslində heç bir şey etməmişəm. Yəni, heç bir şey etməmişəm deyə cavab verirəm. İmam Hüseyn əleyhissalamın xüsusiyyətləri kamil insan xüsusiyyətləridir. Və onlar gəlib bəlkə bizə nümunə olsunlar. Amma baxanda ki, məndə hansı bir xüsusiyyət var İmam Hüseyn əleyhissalamın? Öz daxili aləmimə nəzər edəndə heç bir xüsusiyyəti İmam Hüseynə bənzəməz. Amma istəyərəm, həqiqətən insan istəyir ki, onların ki, kamil insan nümunəsidirlər, onlara bənzəsin. İmam Hüseyn əleyhissalam kimi fədakar olmaq istəyirəm. İmam Hüseyn əleyhissalam kimi ədalət tərəfdarı olmaq istəyirəm. İmam Hüseyn əleyhissalam kimi mehriban olmaq istəyirəm. Özümü yaxşı hiss etməyəndə İmam Hüseyn əleyhissalamla danışmağa utanıram. Həmişə bunu demişəm ki, ağa o qədər fədakarlıq eləyib ki, mənim nə haqqım var? Özümü ani, inciklik, kimdənsə incidiyim zaman, yorulduğum zaman İmam Hüseyn əleyhissalamla danışım.
Həmişə ağanı düzdür, çox mehribandılar, amma elə bir ağır görmüşəm ki, özümə o icazəni verməmişəm. Özüm narahat olanda İmam Hüseynlə danışım. Yalnız sevindiyim anda İmam Hüseynlə danışmağı sevmişəm və ağa üçün çox darıxanda İmam Hüseynlə danışmağı sevmişəm. Narahat olduqda isə ağanın anası ilə, Həzrəti Zəhra ilə və dövrümüzün imamı ilə danışmağı daha çox üstünlük verirəm. Və istəmirəm ki, İmam Hüseyn əleyhissalam ki, o qədər fədakarlıq eləyib, mənim xırda bir narahatçılığımdan ağa narahat olsun. Ona görə də yəni narahat olduğumda İmam Hüseyn əleyhissalam danışmağı sevmirəm. Yalnız sevindiyim və ağa üçün çox darıxdığımda İmam Hüseyn əleyhissalamla danışıram. Esselamu aleyke ya Ebu Abdillah. Esselamu aleyke ya ibne Resul. Esselamu aleyke ya ibne Emirel Mu'minin ve Seyyidel Resul. Esselamu aleyke ya ibne Fatıme Zehra Seyyidetel Nisa'l